Axşamınız xeyir olsun YouTube kanalımın izləyiciləri. Dostlar, videoya baxarsınızsa əgər zəhmət olmasa videonu da bəyənin. Kanalıma da abunə olmaq istəsəz abunə ola bilərsiniz. Zabratdayıq dostlar. Zabratın ən gözəl yerində. 3 sota yaxın torpağın içində Kupçalı, tam təmirli 3 otaqlı həyət evi çıxıb satışa. Bax, ətraflı göstərən videoya sona qədər baxın. Baxın, bax, belə bir həyəti var. Evimiz yerdən kürsülüdür. Qoşa daşla tikilib, pəncərələr şəbəkədir. Yerdən kürsülü, qoşa daşlandı. Evimizin arxasına keçmək üçün sol tərəfdən gördüyünüz kimi yer saxlanılıb. Zabratın demək olar ən gözəl yerindədir, ən qəşəng yerindədir. Bir dənə istəyirəm sizlər üçün məhəlləni də göstəreyim. Məhəllə necədir, nətərdir. Baxın, bura evimizin qabaq tərəfidir. Bu belə bir böyük bir məhəllədir, enli. Burada da evzad olmayacaq gördüyünüz kimi. Çünki buralar hamısı hasar alınıb. Burada da ev tikilən deyil. Öz maşınınızı gəlib burada da saxlaya bilərsiniz. Buradan çıxan, bu məhəllədən də çıxan maşınlara heç bir maniyə eləmir sizdə, yəni maneçilik olmur. Çünki bura enli məhəllədir. Baxın. Gördünüz? Yəni maşını harda ürəyib istəyir saxlaya bilərsiniz. Bax, belə bir gözəl yerdir. Su, ışıq, qaz daimidir. Kəsilmək söhbəti yoxdur əziz dostlar. Amma buradan da göstərim həyəti sizə. Baxın. Bax, belə bir həyət var. Həyətinə də 3 dənə, 4 dənə maşın rahat yerləşir. Keçək evin içini də göstərim sizə. Buyurun əziz dostlar. Burada evimizin koridorudur. Koridordan solda mətbəxdir. Bura hamam tualetidir. Burada bir yataq otağıdır. Bura evimizin ikinci yataq otağıdır. Burada evimizin zalıdır əziz dostlar. Baxın. Deməli dostlar, ev haqqında bir də sizə məlumat verim. Evimiz yerləşir Zabratda. Zabratın quruğuna yaxın yerdədir. Çox gözəl yerdədir. Çox qəşəng yerdədir. Gələndə özünüzlə şahidi olacaqsınız ki, həqiqətən bu ev gözəl yerləşmədə yerləşir. Evimizin qiyməti 100.000 manatdır. Nağdalıcıya dostlar. Qiymətdə indirim olunacaq. Dostlar, kanalıma abunə olsaz çox sevinərəm. Videonu bəyənsəz vapşe əla olar. Abunə olsaz dair heç də, yəni ona 5 qat məmnun etmiş olarsınız məni. Bax, belə dostlar, həyətində də su bulaq yeri var. Ayaq yolusu var. Bax, belə səliqəli, kulturlu həyət evidir. Əlaqə saxlayarsınız inşallah.